Səhifəmizin prinsipinə uyğun olaraq yeni evdə olan sadə ərzaqlarla möhtəşəm bir resept hazırlayırıq. Bugün sizə çöldən xırt-xırt, içəridən yumuşaq olan ləzzətli badımcan resepti göstərəcəyəm. Əvvəlcə istifadə etdiyimiz ərzaqlara baxaq. Badımcan, yumurta, un, suxari, duz, qızartmaq üçün duru yağ. Bu reseptdə adətən nişasta istifadə olunur, amma mən bugün hər evdə olan adi unla hazırlayacağam. Badımcanları, qabıqlarını soyuruq və yaxşıca yuyuruq. Sonra ortadan 2 hissəyə bölürük. Hər hissəni yenidən yarıya bölürük. Beləliklə bir badımcanı 8 hissəyə ayırmış oluruq. İndi üzərinə bolluca duz əlavə edib təxminən 15 dəqiqə saxlayırıq ki, acı suyunu buraxsın. Gördüyünüz kimi badımcanlar acı suyunu çıxarıb. İndi badımcanları yaxşıca yuyuruq. Ardınca da suyunu yaxşıca sıxırıq. İstəyənlər salfetlə də qurulaya bilərlər. Daha sonra üzərinə un əlavə edib hər tərəfini una bulanmasını təmin edirik. Tavanı əvvəlcədən qızdırırıq, duru yağ əlavə edib yağın yaxşıca isinməsini gözləyirik. Badımcanları əvvəl yumurtaya, sonra suxariyə batırıb tavaya düzürük. Hər iki üzünü qızılı rəng alana qədər yaxşıca qızardırıq. Və budur nəticə. Çöldən xırt-xırt, içərdən isə yumuşaq və çox ləzzətli badımcanlar hazırdır. Uşaqları belə sevə-sevə yeyəcəyi bu resepti mütləq sınayın. Əgər bu resepti bəyəndinizsə, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hazırlamağımı istədiyiniz yeməkləri və ya evdə olan ərzaqları şərhlərdə yazın. Mən də həmin ərzaqlardan sizlər üçün yeni reseptlər hazırlayım. Növbəti videolarda görüşənədək nuş olsun.